Değerli dostlar, yine de Azref'te bayramdır. Yine de biz buradayıq. Bəli, gəlmişik F-in mübarək bazlığına. Bu günləri konsertidir. F5 adlanır. Bilmirəm, klaviaturada başqa heç nə qalmadı deyən F5 götürüb. Ya da indi bilmirəm nəyə görə F5 götürüb. Bəlkə indi təzdən gəlib deyən fikirləşir ki, bu yəni refresh deməkdir də, mən bilən. Refreshdir, yoxsa nəsə elə bir şeydir də, bilməm. İndi bu günləri birincisi artistlərdən də soruşacaq ki, sizcə nəyə görə F konsertin adını F5 qoyub? Niyə F3 yox, niyə Space yox, niyə Enter yox, niyə 1, 2, 3, 4 yox, sırf F5 qoyub? Bugünkü maraqlı sualımız budur. Bəli, həm dinləyicilərdən də soruşacaq, həm də ki, qonaqlardan da soruşacaq. EP isə uğurlar arzu edirəm. EP5, yaxşı ki, sənin konsertindir. Bayaqdandır bu videoda sürüşmə var. Orada öldürürlər kimisə. İnşallah ki, konsertdə bu sürüşmələr olmayacaq. Odur ki, başlayırıq. Yeməyinizi, içməyinizi, əgər bu konsertdə olmamışsınızsa, mütləq bu vloqa baxın. Çalışdığımız qədər hər şeyi ətraflı şəkildə çatdırmağa çalışacaq. Papağını da daima alıb, Mişka. Yəni bu elə belə adam deyil ha. Yəni любой moment kiməsə yığa bilər. Yəni kiməsə yığa bilər, gecə ilə konsertə deyə bilər ki, qaqaş sən məni orada seçməmisən. Qaqaş. Ayda sənə Cavid yadıma düşür də, sən həmişə qaqaş. Oxşur da səslənir. Özü Tony deyir ki, həmişə qara məndən o səsi oğurlayıb da. Ola bilər ha. Mən ümumiyyətlə oğurlamağı sevirəm. Oğuruyam. Mahnıları da oğurlayıram falan, sözlər zadı. Bu albomda yəni favorit adamlardan biri sənsən ki, hansı ki, bu albomun ərsəyə gəlməsinə epi bəxtdir. Yəni mən də bilmirdim ki, yəni dedi qara olmasaydı bəlkə də bu albom olmazdı. Mən belə deyərdim, daha çox mənəvi dəstək olmuşam ki, yəni epi bunu eləməlisən, hə, eləməli yaxşı. Ümumiyyətlə bu çevriliş yaxşıdır səncə? Onu belə deyim də, ümumiyyətlə albom biraz Azərbaycan repinin albom gec təsdiqlənir də. Məncə ona illər lazımdır, bir neçə il lazımdır ki, o fərqləndirə biləsən ki, məsəl üçün bu daha yaxşıdır, yoxsa o birisi albom daha yaxşıdır. Yes. Amma ümumiyyətlə baxanda bu albomda ən sevdiyim treklər var. Birinci nə əvvələ? Əlvida trekini çox bəyənirəm. Bir də 5-ci trek bu Əkbər Navazlı. Mən dedim ki, o rington hələ biraz orada o birisilərdən axsıyır. Bilmirəm, bəlkə də mənim tərzimdə deyil, bəlkə mənə çatmadı zat. Sənə görə lazım idi o trek orada? O konseptə mən müdaxilə eləyə bilmərəm. Bəs mənəvi konsept yox idi? Mən konsept Əlvida və trəklə qədər vardı. Əkbər Novruz'da. Yəni bizim o qədər belə deyim də, bu adı var. Bir dəqiqə deyəcəm indi ona. Gözlüyünü onu kəsərsən mantıq. Göz fikirləşən kimi. Universaldır. EP universal MC'dir. Hə, yəni ona görə də yəni onu da sınayıb, bunu da sınayıb belə. Amma ümumi konseptin olmamağı konsept idi bu albomda. Ayda bu albomla da adını Kısaca albomun adı F5'də niyə görə Backspace yox, Escape yox? F5 ona görə ki, yəni yenidən refresh mənasında. Yəni o 5 trek yanına F zad belə o şeylər yox. Yox, yəni F5 sırf elə format odur ki, yəni 5 trek, F5 həm o, həm bu da yəni belə konsept elə bu idi. Yəni ki, refresh mənasında. Hə, refresh mənasında. Mən elə gəlir ki, yəni fərqli epidir. Bu dəfə daha çox biraz belə deyim də, mətnlərinə fikir verim. Vzroslayıb. Böyüyüb də dəyişir. İndi mənə maraqlıdır görək bu Vzrosl rap EP-yə pul gətirəcəkmi yoxsa yox? Ən əsas məsələ. Orada bro, rap yəni kimə pul gətirir desəm biraz belə şey çıxacaq da. Yəni təbii ki, rap yəni pul gətirir, amma yəni o pulu gətirmir də. Əgər o pulu gətirsəydi belə bir çıxmasın. Özümdən deyə bilərəm, başqalarına deyə bilmərəm. Deyə bilərəm, amma yəni sırf indi özümdən demək istəyirəm ki, əgər rap o yetəri qədər pul gətirsəydi, raplə məşğul olardıq. Məsəl üçün kiməsə mahnı yazıb satmazdıq da, belə deyim. Həzz almırsan bu işdən ki? Mən açığı valla son vaxtlar özümü bu camiyyədən çox, belə deyəcəm, bəlkə də xoş olmayacaq, amma yəni daha çox özümü şair kimi pozisioner edirəm, rapper kimi görmürəm özümü və sonda yəni hamımız indi biraz belə minor notlar olacaq, yəni sonda hamımız geyəcəyik də, öləcəyik, düzdür. Daha çox şairlik istəyərdim, şairlik tərəfim qalsın. Rap zad məncə böyüdükcə biraz yaşada olduqca, həm də bizdə şifahi xalq ədəbiyyatı, ümumiyyətlə ədəbiyyat çox güclü olduğu üçün bizim millət, cəmiyyət, kütlə həmişə sözə dəyər verib. Məncə söz qalır da, yəni daha çox. Rapper olmaq biraz ponta bağlıdır. Antavat olmalıdır. Biraz belə tərəflər də var.
Amma məncə daha çox söz və şairlik tərəfi önəmlidir mənim üçün. Yəni daha çox istərdim ki, Çinar gözəl şairdir. Yəni yaxşı şair kimi dərin yaza bilirdi. Yəni belə deyim. Belə qalmaz. Sən bir Orxan Qarabasmadan çıxdın da elə bir də. Əslində Orxan məncə Abbasov qayıdı şair kimi. Orxan Qarabasma elə şairdir. O cibi reper formatında. O cibi getdi. Belə deyim. O sən əməl başda ürəyində oldu. Mən səni sənədə gözləyirəm 100% ki, sən bizim ilklərdə dəstək olan olmusan. Mən istəyirəm ki, gələsən bizim də F5 bizə baxasan. Mən ümumiyyətlə belə deyərdim, sizin tam haqqınız var ki, demək ki, Azərbaycanın bir nömrəli podkastıdır. Çox sağ olun. Mən bunun yəni Nikoya da keçən dedim ki, ümumiyyətlə belə PR eləsəz özünüz daha zor oladı. Həqiqətən də yəni bir nömrə oldunuz. Siz başlayanda adını çəkməyəcəm, digər alternativ podkastlar da var idi. Amma yəni heç bir sizin səviyyədə yəni gəlib oynamadı axıra kimi. Həm produktivlik baxımından, həm də fərqliliyi baxımından, həm də kontentin özündə kreativliyi var. Mənə o maraqlıdır. Yəni cəlb qonaqların fərqli olmağı və baxmayaraq ki, biz dostuq, tanışıq, hamımız bir-birimizi tanıyırıq, amma orada necə deyim, obyektivliyi qoruyursunuz. Bu mənə çox xoşuma gəlir. Sən mütləq gözləyirik. Mən səninlə o qədər danışmalı temalar var ki. Mən biraz belə bu dəfə gəlsəm çox hater kimi danışacağam. Yox, sən o cibi kimi, yox sən şair kimi gəl, biraz şair kimi danışsam da biraz bəziləri deyəcəkəm, misal üçün. O bu belə deyim də son zamanlar o qədər şey baş verir ki, mən məsələn daha çox baxıram mahnılara, mətnlərə, baxıram mətnlərə və onlara fərqləndirirəm. Bir də bilmirəm nə qədər maraqlı olar da mövzu olaraq. İnşallah nə vaxtsa Murat, o bəziləri var. İndi sənə qıymıram, lişdirməm, yəni ki, o şeydir. Yəni ona görə narahat olma. Yəni narahat olma, gəl mənlikdir. Veriliş başlayanda deyəcəm ki, bəzilərin belə-belə, zat inşallah rahat olasan. Orik, çox sağ ol. Yaşa, yarat, lüblü tibə. Yaxşı, öpürəm səni. Qaqaş, oranı niyə kəsmədin? Brad, bunu da bitsənlikdir. Ümumiyyətlə bütün albomun bitsənlikdir. Albomu nə? Qəşəng bitlər, treklər deyəm. Bitlər qəşəngdir amma. Bir dənə o rington ideyası qəşəngdir. Nə bilim, mən hələ bir tam açmadı. Şeydir də, biraz eksperimental. Hətta nə lübitilə də, ruslar demişkən, nə lübitilə şeydir. Amma elə bir... Xoşuna gəlmədi o. Biraz o elə bir o birisilərdən açmadı. Demirəm, xoşuma gəlmədi. Epidöl elə. Mən biraz qəribə gəldi də. Mənə versəydilər o biti bəlkə də başqa cür ola bilərdi də. Amma telefon ideya zaten mən başa düşdüm də. Bir dənə prosta sual vermək istəyirəm ki, bəs Epinin konsertinin adı niyə F5-dir də? Yəni Escape deyil, Enter deyil, Backspace deyil, L deyil, 1 deyil, 0 deyil. İdeya belədir ki, orada albomun konsepsiyası var. Albomda 5 track var. Ona görə 5 var orada. F də refresh getsin də. Bir dənə təzə epi görsən burada söyüş zad söhbətləri əvvəlki epinin yaratdığı yaradıcılığına biraz Yəni təzə tekst biraz dəyişir. Hə, biraz dəyişiklik, biraz yanaşma fərqlidir. İndiyə kimi məsəl üçün mənlə heç vaxt işbirliyi olmamışdı. Belə bir işbirliyimiz var. F5 yeni nəfəslə elə bil ki, epini ümumiyyətlə albomdan razısan. Daha yaxşı ola bilər. Pis albom deyil. Verse məsəl üçün tekst olaraq maraqlıdır. Əvvəlki epi şeyləri yoxdur da, tekstləri yoxdur. BMW qız bu şeylərdən çıxıb da biraz daha Necə baxışlara baxacaq görə hansı məsləhətdir? Albom baxışlarını mən o qədər maraqlı deyil də o cür. Sənin nə maraqlıdır? Mən maraqlıdır ki, keyfiyyət göstərə bilək orada. Yaxşı idi indi bunun səsi burada, keyfiyyət mənasında. Nəyin səsi? Deyib, indi gedirdi video arxada, Ekber Novruzu çirtrek idi. Ucu kolonkadan asıldı orada, onu mən neyiniyim? Mix masteringi şey eləyib, Alici eləyib. Normaldır, yaxşıdır, pis deyil, niyə? Yaxşı, favori trekim var hansısa? Budur. Ekber Novruzlu 2. Ekber Novruzlu 2. Baxmısan klipinə? Bir də Əlvida. Əlvida mənim xoşuma gəlir. Məndə bir Əlvidadır. İndi Ekber Novruzda eşitməmişdim, onu buraxmamışdım. İndi bu gün eşitəcəm. Klipinə baxmısan? Baxmışam. Yaxşıdır. Dünən baxdım, bəyəndim. Tibur eləyib. Səncə Tibur repi atıb bu işlə məşğul olmalıdır? Məncə elədir də. Elə bir atıb bundan. Elə bir uğura gedir yavaş-yavaş da. Yaxşıdır, yaxşıdır. Yaxşıdır, zarafat edirəm. Yəni mən də Epişi təbrik edirəm, səni də təbrik edirəm. Yəni möhtəşəm bitlər və görə öpürəm səni. Nə qulluğun oldu, burada bar bizlikdir də, yəni narahat olma. Getdim. Öpürəm. Mənim gözəl müəllimim, mənim gözəl müəllimim. Əmican, necəsən, nə var? Sağ ol. Xoş gəlmisən Əmican. Təşəkkür ederim. Həmişə sən necə, biz çıxartdıq da bu rep aləminə. Axır ki səni Höfsandan çıxartdıq da. Həmişə də çıxasan əmi. Sən burada olmağa çox şadam. Bilirsən ki, mən sənin bir nömrəli fanatıram. Həmişə də fanatlıq edirəm. Səni çox yubatmayacağam. İstəyirsən özüm yola salım səni. Yox, ehtiyac yoxdur. Uğurlar arzu edirəm. Çox sağ ol Əmican. Səni həmişə görməyə şadam. Öpürəm səni əmi, baş əyirəm başında. Maçıqıcı.
Hamı deyirdi ki gəlməyəcəksən. Bir dənə mən dedim ki, ala biri gələcək də. Yaşa da, Mən gələcəm. səni sevirəm Allahım. Sənin stili və qızıl kəsərəm. Neysən, Sağ ol bura. Partladırıq bugün. 100%. Mən də partlayır. Mən də partlayır. Bu günləri apardısan bura. Hə, bugün aparacağam. Yenə də bu quruzu atdılar sənə. Sən öz- Sən həmişə bu quruzdan azad olmaq istəmirsən ki. Mən qardaşlarımın qulluğundayım. Can, can. Epey qulaqsansan da bir şey. Epin mən 5 fanatıyam. Məzələnmə. Mən səni zövqlü oğlan kimi tanıyırdım. Adı Adı Əkbərdir ya, işte. Əkbər Novruzlu. Bəli, Şəbnəm Tovuzlu. Bir dənə söz deyim. Alboma qulaq asmısan F5-ə? Yox, qulaq asmamışam. İlk dəfə burada qulaq asacağam. Doğrudan deyirsən. Əla. Məncə möhtəşəm bir şey olacaq. Səncə EP albomun adını niyə F5 qoyub? Pesatda, pikdir sən. Bu sən istəsən verərəm. Prosta sənə yaraşmaz da mənim kimi də. TikTok reper. TikTok reper. Bu şey axın budur da. Axın kimdir? Axın TikTok. Bildim, bəs underground zad, bəs belə başladın, gördün ki, çörək yoxdur, O keçdin. battle var idi. Hansı? Ondan sonra tüpürdüm. Hansı battle idi? Elə amreydim mənə quşladığı battle. Görsən, eşidirsən. Ondan sonra qutardı. Görsən, deməli Ramret sənə bir progress yaradıb ki, sən başa düşmüsən ki, bu nədir la, bu nə undergroundda la, bu çörək burada necə gedir? Bomba. Deyim olsa elə bir trekin özündən daha çox partlamışdı. Bax biz o problemdir də. Yox, problem yox. O Gengo Almandır. Bax Gengo deyir, bax əslində yetimlə biz oturduq, işlədiyi proyekti. Amma free beat üstünə. Yellow səbəti yox idi. Yox idi. Sonra bura ala bilmədim. Ala bilmədim, yığdırdıq Yellow'a. Bura qəşəng çıxıb mənim fikrimcə. Bir dənə də söz soruşum. O klipdə gəlin şeyi nəyə eləyirlər? Bax bunu açığımı əslində istəyirəm ki, biraz şey olsun. Linçi yeyim qoy. Çıxana qədər linçi, normal linç yeyəsən. Linçimi yeyim. Sonra açıqlayacağam. Hə, mesajım var orada. Yəni artıq orada bir sənə söhbət var. Mən orada deyirəm ki, sənin sevgimi necə göstərim mən bilmirəm. Özümü onun yerinə qoymuşam bu şey. Mesaj odur. Yəni ki, mən sən oldum bu şey. Yerindən bilmirəm. Bir dənə buna bax qardaşım. Hə, bax, elə bax, bir də belə bax. Yəni ki, sən necə şəkli qoymalısan. Underground-u belə yaşadıram da şey. Bax, mən sənə bir dənə şey deyim. Mike Cimən aran necədir? Bax, bomboş, mənim qardaşım deyir. Mən sənə heç nə demirəm. Bax, bu ay deməli may ayıdır. Oktyabrda sənə yazacağam da, yəni ki. Oktyabrda da. Bax, srokuma bax bir dənə. Təki səhv çıxıb, amma oktyabrda falçılar deyiblər ki, indidən Mike Cimənlə bir 5 danışacaqlar. Kim deyib onu? Bir dənə falçı qız var, ona hər dəfə gəlib Azref haqqında baxdırır. Biraz qızdan hamısı ilan deyir. O da atdım mənim üstümə də. Sən üstümə də, sən xoşladın. Gördün ki, hələ bil orada biraz quş var. Quş var, verim sənə. Qoy tapsalar, sənə taparsan. Əslində, yəni, bu sözdə mən dedim ki... Mənim sözümdə ama orada da mesajım var da. Məndən nə istəyir? Sonra dedim, qadında abırşal olmalıdır. Sən deyəsən, elə yığa bil, konturun yoxdur, elə ancaq mesaj atırsan. Mesaj atır, ancaq mesaj. Arada yığdın, yəni, başa düşmürlər sən. Bir dənə də söz var. Bu arada iş şeylə belə şeyimizdir ya, belə ona calaşdıq ha. Ona gələcəm. Kim mən səni Undergame-də də sənə mən dəvət eləmişdim. Sən Zapisvə qədər də mən pis elədin. Öldürməliydim. Bomba kimi girdim. Ölməliydim. Bir dənə ölməli. şey deyim. Samir deyir ki, biz bir dəfə endi sənəyə çağırmışıq. Bir dəfə yox qardaşım, əslində təklif olub belə 2 dəfə, 3 dəfə. Amma bizə bax məsələn skladdan nurlandı. Nə bilim başqa yerdən orada adam da deyir ki, end elə şey eləyə bilməz ki, desin ki, mən gəlmirəm. Qardaşlar, yəni gəlməməyimin səbəbi var idi. Yazmışam şeyə də, Samirə də yazdım. Albomda istədiyimi görmədim. Ya sən mən istədiyimi alıb sonra danışmaq istəyirəm. Yox, başa düşürsən, bu yəni sən elə fikirləşirsən, amma bizim podkast o deyir ki, sən gəlib albomu promo eləməlisən, ya albomdan o qədər danışmaq şey varsa. Düşünürəm ki, bax, şeyə görə düşünürəm mən. Yəni ki, elədiyim bir nəsə olsun. Yəni sən bura qədər heç eləməmisən, elə düşünürsən. Özüm üçün, hə, özüm bildim də, indi ən azından mən gəlib sənin yanında durmuşam. Hə, nəsə eləmiş kimi var. Bəs ona görə də sənə deyirəm ki, elə düşünmə. İndi fakt çıxartdın da, 4-5 dənə də normal trek çıxartdın. Bax, söz verirəm sənə. Ağlımda olan, bax, oktyabra qədər. Mike Cimə qalsa. Interest proyektləri eləyəcəm. Hələ milli duyğulara düşmüşəm. Konkretlə TikTokda bura. Bax, milli duyğularda rep edirəm. Bax, flow'uma baxsan 140 BPM-dədir. Amma o tay bu tay mahnı idi bura. Bildim də, yəni o kommersiyadır. Yəni ehtiyacım var. Bax, mən əslində bir damcıda ayıldım sizin tepki ilə podkastdan sonra. Ay sağ ol. Tepki necə xırdaladı orada? Bax, qəşəng xırdalayır və mən o bütün gözəlliyi tamamilə elə bir ki, hopdu da mənə ki. Yəni mainstream də verməlisən. Yəni yaşayışım bura, məni tanıyan tanıyır onsuz da. Bəs odur da problemdir. Ona görə bu underground
temaya yığışdırmaq lazımdır. Danışığımı biraz gərək yığışdırım ki, gəlim də sənə. Bilsən necə? Niyə nə danışsan ki? Abi nə bilim, bura daha danışmaq. Yox, səndən də underground qaqaşlar alırlar orada. Heç kim heç nə deməyib ki. Bura cəza 22. Fiso gördüm, elə lap ən axırıncı. Andırın dibidir. Respekt atdı, vəbşə əridim. Fiso da. Gəldi. Üzüyümə daldım. Nə baxım ana? Babamın üzüyüdür. Doğrudan. Bu da Endin babasının üzüydü. O kliplərin hamısında görüblər. Bəli. Yəni ki, subay uşaqdır, xanımlar. Yox, subay deyil. Yox, üzr istəyirəm. Subay deyil. Ya, subay deyil, ona görə xanımlar mənə yazın. Bəli. Öpürəm, uğurlar. Eşq olsun. Bir dənə sənə də axırıncı şey deyim. Bu F-in albomu F5-dir. Niyə səncə Escape yox, Enter yox, Backspace yox, L yox, 0 yox, 5 yox, nə bilim, Delete yox, F5-dir səncə? BMW. O nə deməkdir? BMW də qardaşım. Ya F5 BMW yoxdur. Yox. Mən maşından başım çıxmır ki. Mənim başım çıxır, bəlkə də var. Abi mən maşını görən cardan görürəm. Mainstream biraz deyil. Amma mənə dinən 62 hara gedir. Nərimanovdan sonra hansı stansiya gəlir deyim sənə. Bura 46 bomba kimidirsə, taksiyə minməyə. 46 Günəşlidən 28-ə gəlsən harda minirsən ki? Həzdən minirəm. Hə sən 46 həzəyə gəlmirəm. Ukraynskidə. Yox, gəlir şeydən Bravo'nun yanından keçir də bura. Ala ora həz deyil də, radio zavoddur. Həzidir. Bura Obşi Əhmədli Həz Aslanovdur elə bil. Radio zavoddur qardaş. Bravo'nda sökürlər yenidə Əhmədli Mol tikiləcək. Bura mənim bir sən nə yadıma düşüb indi. Sən orada həzdə şeydə işləmirdin sən. Grand Marketdə. Sən var idin onda. Sən neçə yaşın var? Mənim 29. Hə, yox var idin. Var idi. Mən səni oradan alış-veriş eləyəndə gördüm, dəli olmuşdum. Çox məzələnirsən. Vallamıza var bir də. Gör indi mən hardan gəlmişəm. Sən də deyirsən ki, indi. Çəkməcədən yıldızlara bura. Hə, bilmədim amma yaxşı söz yaxşı. Tepçinin o ölən qardaşı var, Vio. Onun O qardaşı ölüb. Bura Vio var idi onlarda. Qaqaş 19 yaşında. Xəbərim yoxdur Türk repindən. Yəni mən bir dənə Cəzanı tanıyıram. O da Yox, Türk repinin izləyəsi şeyləri var idi. Maraqlı uşaqlar. Ola bilər də. Mən o vaxt biraz Rusca, Amerikaca tərəfə getdim də bölündü idi. Mən hamıya baxıram. Ona görə qarışdırmışam da. Bir də mənə deyirsiniz qafiyə vurmur, amma axın var da. Axın. O mən demirəm. Mən elə söz demişəm. Sən deməmsən. Samir deyir. Samir qulaq asırdı. Canımsan, öpürəm, uğurlar, dayanma. Dayanmıram. Dayandın, birində dayanma durma, 20 manatdır. Dayanma durmada 20 manatdır. Öpürəm. Davay, Matiga. Bunun səsdən başı çıxırsa, mən Qaqa, bunun səsdən başı çıxırsa, mən gəlir. Xoş gəlmişik sənə. Xoş gördük, xoş gördük. Kimsə konsert elədi. Axır ki, bu vlog çəkməyə nəsə tapdı. Hə, çəkməyə nəsə tapdı. Nəsə yerdə, eşitsən. Bir dənə sual verəcəm sənə, çox yormayacağam da. Okay. Nəyə görə konsertin adı F5 deyil, Space deyil, Enter deyil, 1 deyil, L deyil, M deyil, T deyil, Backspace deyil, Backspace deyil, Escape deyil. F5-in qardaşım, basanda knopkaya bizim köhnə kompüterlərdə abnavit olurdu. Bəli, refresh açsın. Bu da qardaşımın yenilənməyidir. Nə mənada da, yəni? Tərzimizi dəyişdiririk, daha maraqlı işlər görməyə Yəni çalışırıq. mən albomda 4 dənə treka qulaq asdım, yəni orada tərz dəyişikliyini hiss eləmədim. Orada olğunlaşmış epi var idi. Əvvəl kimi civi, pul, gəzmək, zat, belə gizgi söhbətlər yox. Daha həyati, daha belə insancıl şeylər yazmışdı. Olğun yaxşı söhbətdir. Hə də, bir yaşdaşmışıq. İnşallah olğun olar. O gün olsun, olğun olsun. Olğunun konsertində şey eləyər. Buranın olğunluğunu bilən yox. Qaqa, sənə uğurlar arzu edirəm, amma bilirəm ki, həmişə deyirsən ki, ehtiyacı yoxdur. Bilsən qardaşının uğuraza da ehtiyac yoxdur, qardaşın özüdür. Çıxdın, partlatdın, düşdün aşağı. Amma bir dənə də sənə şey deyim, bu indigli var, onları ver qabağa atsınlar da, onları ortada rasxoda vermir. Ver elə qabağa. Sənə deyim, intereslidirlər. Nə məndə? Yəni nazi adaptır zat. Pisdir ki, deyirəm, ver qabağa atsınlar da onlar. Prosta konsertin girişini, solo konsertin özünün yəhsi eləməyi zat, belə temalar var. Yox, ver getsin sənə, onsuz da şeydir, nə də hazırlaşmağınız. Mənim gözüm üstə. Sən deyirsən Sənə görə deyirəm, bax da yəni son özündə. Yaxşı. Səs imkansa bir dənə də yaxınlaş mənə. Hə, yuxarıda, bir də yuxarıda. Sevirəm səni. Tamam. İşləsən rahat ol, mən sənə bir iki dənə belə pop suallar verəcəm bu günlər. Açıqı taxım. Açıqı taxım. Sən verim öz açıqımı sənə. Yox. Məqsəd bu günləri axır ki o trik oxuyacaqlar. Yəqin. Məncə oxuyacaqlar. Bax, epiyə qulaq asan, yoxsa məcbur. Məsələn, zövqü qaqaş tanıyırdım. Yaxşı, bu alboma qulaq asmısan? F5. Yes. Səncə niyə F5-dir? Niyə Escape-dir? Bu yəqin ki, brat, bu yəqin ki, yenilənmə perioduna əlaqədar olan bir iş. Qlobal istil. Qlobal istil. Ən sevdiyin trek albomda, onu da dinən çıxıram. Brat. Baxım özüm deyim. Hə, baxım deyim də, можно? Можно, конечно. Əlvida, randevu, zəng. Brat, mama xoşuma gəlir. Mama yaxşıdır. Aha, birinci yerə qoydun onu. Aha. Əlvida ikinci yerə qoydun. İkinci yerə. Aha.
Əkbər Novruzlu 2-yə qulaq asmamısan, ha? Brat, mən qulaq asmışam. Qulaq asmısan. Epizdət. Onu qaldırırsan yuxarı, yoxsa 3-də qalsın, ha? Brat, o əslində 1-dədir. 1, Hə, mama, əlvida, randevu ilə desən ki, vırtılla. Yox, pis deyil, top 3 Sən deyirik də. zövqün Top 3 deyiriksə məncə bunlar daha... Karoça hər şey hazırdır da, skretçün, nə bilim, o, bu, zalbı. Bugün Urvin göstərəcək. Afterparty olacaq, yoxsa ancaq enter basırsan? Enteri basmaq istəyirəm. Heç olmasa qutaranda skretlə zadla qutarda görsək də Yox, mən özür. onsuz da warm-upda da, yəni insanlar Nədə? qızışan momentdə warm-up. Biz qızışı, nabarat qızışı, dans. skidal. Maksud sənə uğurlar arzu edirəm. Partlat bu günləri. Səsdə problem olsa qaç. Tuğlan buradan promo tualetə bağla qapını ki, mənlik deyil. Mən başlayım da. Gəl başlayım. Gəl başlayım. Bəh. Rio buradadır. Gəl bir Rio çəkək. Qaş bir dənə normal reper var, o da buradadır. O viskiz o. Biz qaqaş acından ölürük aşağıda. Nəyi? Budur viski. Qaş biz ancaq səviyyələr. Necəsən? Bravo. Bu kimin idi? Kim içib burada? O sənindir, brad. Sosial olmayıb burada. Həcə, necəsən? Sağ ol, sən nəsən, brad? Sən vecə belə bu epi ilə bifdə, distə alan adamsan, nə cəb gəlmirsən? Epi ilə biftəyim? O vaxt dedim bəyənmirəm də, onda sonra bəyəndim. Yox, elə şey olmuyor. O damala. Karoçi, bu günə yəqin fitox yazsan, ən sevdiyim versin oradadır da, yəni. Mən sana, yəni, o pikdir. Hamı indi de hardasan, şeydir, amma mən ən sevdiyim vers oradadır. İlk sualım oldu ki, səncə epi niyə albomun adını F5 qoyub? Yenilənmə olsun deyə, yox. Nə yeni, albomu bulasmısan, ha? Karyerasında yenilənmə. Çıxanda baxmışam. Bulasmısan, ha? Ən sevdiyim qalsın. Ya açıq özünə də demişəm ki, Heç bir o deyil. bəyənmədim. O deyil, yox, tekstləri bombadır. Ora gətirirsən da konkretlə, bitlər krepsi. O barədə heç nə deyə bilmərəm. Özün necəsən, nə təzə mahnılardan zaxdan? Var, işləyirik. De hardasandan sonra o şey çıxdı 4-5 dənə şəkillə. O nədir, albomdur, nədir? O mən, istəsə onu deyim. Ona elə bilirlər ki, mən ciddi paylaşıram. Çünki Spotify-a falan qoydular. Onlar mən evdə elədiyim 3 dəqiqə yazdığım demolardır. Prosta qalmasın deyə insanlar nə hiss elədiyimi eşitsin deyə. Onları elə bir kanalda prosta buraxıram. Vot, mən sənə həmişə deyirdim ki, o evdə elədiyim freestyle var ha. O patladacaq da, yəni mən sənə deyirəm, niyə eləmirsən? On freestyle? Hə, amal olmalıydı orada mən bilən. Amal olmalıydı. O pisi borcuzluq nə elədin, tək elədin, bomba kimdə kontentdir də. Tam istəmirəm Instagram reperi olum, ona görə biraz... Deyir, ona bax TikTok reperi. Onu 3 aydan bir ataram da, nə bilim, bilmirəm ki. O biraz şeydir, brat, mən Instagrama, TikToka falan biraz şey yanaşıram, çox da ciddi yanaşmıram da. Keyfim düşəndən... Qızları harada tutursan, Instagramda tutmursan, ha? Cavab sayır. Axırıncı trek açsam, mayda o trekon çıxır. Bu ay yəqin ki çıxar. Bu ayın axırı. Lirik də, yəni. Bir dənə də sulanacaq. Ovdayıq da. Ovdasan, hə, yəni. Kişi kimi de hardasandan minimum 10'u gəldi də. Nə barədə? Sizə cicdiyə qoymalı. Mən keşimə baxıram, brat. Qəşəng, keşke olaydı. Qız falan marağımızda deyil. Doğrudan, sırğondan görünür. Öpürəm səni, Riya. Epiyə uğurlar arzu eləmək istəyirsən. 100%. Sən niyə konsert vermirsən? İnşallah fikirləşirik. Qəşəng. Bu arada batıllardansa konsertlər olsun. 100% zəhləm gedir batılda. Zayob olduq batıllardan. Bəli. Ona görə birinci sən xod elədi. Görsən Epi konsert eləyirdi, ancaq sən də konsert eləyirsən. Şəhərə köçmək istəyirsən də, bezmisən də. Mən hovuzlu bağ evi istəyirəm burada. Arada tusovkalar eləyək, sən ona görə 2-3 dənə konsert eləyək. Bir konsertlik deyil. Onu istəyirəm də ki, 6 aydan bir konsert verim. 6 ay çıxmışdı Çəniyə, necə idi? 6 ay Cəza 22, Sagopa 15. So, getdim mən. Öpürəm səni. Tamam, sağ ol. Rıza gəlsən. Mən ancaq sənə intervyu verirəm. Başqa mən də ancaq səndən, yəni gördün ki, kimdən normal bir reper var. Yəni mən onları bilirsən ki, piznavat eləmirəm. Mən bu arada səhər verilişinə çağırıblar. Space-də? Xəzərdə, ay, getdim. Onlar onu da Poxun Natan geri çıxartdı. Yapanla Natan. Hansı Luboy TV-də var da konkretdə. Mənə uyğun deyil. Yox, amma belə TV-lərə xeyt eləmirik. Yox, amma çıxma, sənlikdir. Sən kim nə deyəsən? Yəni sənə orada mən buraların adamıyam. Allah əlbəttə, amma hayal kafeon deyil. Sən elə sən elektroda elə, yəni minimum. Burada nə oldu da?
Yəni səslənmə barəsində deyirəm, amma belə pul qazanmaq istəyirsən normal qatlaya bilərsən burdan. Bildim. Çox sağ ol. Tövsiyələr qulaq asın. Bir dənə də vıraq gedim mən. Davay. Özünü göstərən, nə bilim, məncə sənə yüzünə yaxınlaşdım, amma halbuki Rio-ya görə gəlmişdim. Düzdür? Hə, amma Mike'ın gəlib məndən belə deyim, borcluluq eləməyi mənə də xoşuma. Biraz belə danışa bilərsiniz. Başa məsələ ondadır. Ay salam əleykum. Yenə də deyirəm, məsələ ondadır. Şeyəm ola bir dənə. Yəni battle zat söhbətlərində yenə də deyirəm. Brad epi içirdi bizim. Olar bir dənə endə sual verəcəm. Endə sual vermək istəyirəm. Mənə niyə xeyt eləmsən illərdir? Gəl cavab ver. O deyir sənə ki, ən bomba düşmənim sənsən. Hə, özünə normal düşmən seçmək lazımdır da. Hə, belə al. Qaytar mikrofonu. Onu kəsərsən də. Qaqa, Mike-dan sən borcluq edir. Battle-dan yerdə söhbət. Battle-dan yer Mən söhbət. istəyirəm mənim yerimə. Yəni yenə də deyirəm, mənim bir dəqiqə gözlə, bir söz deyirəm. Mənim yəni Entlə də aram yaxşı olub, Battle'a qədər, yəni aramız yaxşı olub. Hepsini də götürmüş yaxda. Hə, hətta Mike'la da aram yaxşı olub, həmçində yəni salam sağolumuz olub da, как minimum. Başa düşdün? Battle ərəfəsində biraz belə gərginlik o deyil idi. Mən istəyirəm ki, Brad, yox, Battle'ın özündə okeydi. Battle'dan qabaq olan gərginlikdən danışıram. Var idi şərəcək. gərginlik var idi. Mənə də o xoşuma gəldi. Mən rahat açıqlaya bilərəm. Yəni söhbət bilsən nədir? Biz fotosessiyaya gedəndə bizə dedilər ki, rəqiblərimiz ordadır. Ha mən dedim Zo, nə bomba, gedək mən tanımıram çünki Teyzi ilə. Teyzi, ex-Teyzi. Hə, uduzmuşam. Battle çıxsın baxarıq da belə. Çıxacaqsan da. Su altında, yəni bilmirəm. Özüm fotka eləmişəm. Müəllimə heç nə yazmıram mən, yazsam paylaşıram. Mən qulaq asmışam, müəllim Sivizən eləyib, vəbşə, ya bomba kimiyəm orada. Yəni, hə, iyi söhbət bilsən nə elədik? Biz gəldik. Dedilər rəqiblərimiz içərdədir, mənim onunla da Atlaşenyan bomba kimidir. Amma dostumun yanındakının rəqibidir. Biz ora qayıtdıq ki, ora girək ağır olaq zal. Bir dənə söz deyim. Bəs yaxşı, sənəti şəxsiyə niyə qatırsınız ki? Bu batıldı da, bura. İçində bunun olmağı görsən gəlib necə nəticələrə çıxardı. Yəni atmosferə girmək. Biz girdik də orada atmosferə. Gəldim, mən belə salam verdim, keçdim. Bildim də, oradakı oldu da. Onun yaşadığım gəldi, Battle'da ürəyimi bulandırdı. Kim? De bu. Bomba kimi də batıl idi sənə. Elə də olmalıydı da. İndi də istəyirəm ki, Elə Atlaşenyə belə cavab. atletini Mike versin. Brad orada qızış. O Alza ilə Battle'ladı, mən niyə ilişirdi? O ağzına kimdən bilir? 4-dən 5 dakika sənə ilişməyirdi, Mike ilişməyirdi. Alza'yı mən tanıyıram. O da sənə ilişib ki, sən də Alza'ya ilişəsən. Nəkər dedim? Bizdes. Hacı, gəlin başını yuyum da qurban olum. General direktor. Ay qorxaq. Ay qorxaq. Epin fanatısınız. Əvvəl fanat olmuşam, indi də yoldaşıyam. Yox, bildim də. Yaxşı, F5 albomunda ən sevdiyim mahnı. Ən sevdiyim mahnı biraz klişe olacaq, amma Əlvida çox qəşəngdir. Əlvida, yəni o birisi də şeydir. O birisi də yaxşıdır, amma yəni köhnə Əkbər fanatı olduğum üçün mən daha çox köhnələri bəyənirəm. Bildim, o yazılanda eşitmişdim. 100% yanında olmuşam hamısı. Hamısı. Olub ki, orada qafiyə zad vermisən ona. Deyəsən birində olub. Hansısı da? Yadında deyil. Yaxşı, olsun. Bəs bu vaxt albomun adı F5-dir. Kim bilər səndən başqa ki, nəyə görə F5-dir? Məncə hamı bilir Özü. Mən bayaqdan 1000 adamdan soruşmuşam. F5 klaviaturadakı F5 restart da, yəni yeniləmə deməkdir. Nə yeniləndi bunun? Yəni ki, maksimum yəni şeydə toy eləyib də başqa nə yenilənib ki onda? çox şey yenilənir. Nə deyir, biz bilmirik də. Səndən yaxşı bunu heç kim bilmir. Onu deməzlər axı, dərindir, dəryadır da. Kimin arvadıdır? Yavrum da freestyle. Fərəz, sənə və sənin yoldaşına uğurlar arzu edirəm. Heç söz yoxdur. Çox sağ ol ki, bizim qardaşımızın yanındasan. Xahiş edirəm, heç vaxt ona da tək qoyma. Tək qoyanda gicləyir, özün də yaxşı bilirsən. Möhkəm tut. Öpürəm səni, Epi. Sənə də ki, Fərəz, uğurlar arzu edirəm. O bir şey var, prosta deməyəcəm. Ona görə də çox sağ ol ki, iminli sən. Öpürəm sizləri. Başvaçan yürüq. İndi Ləyən gəlir. Ləyən gəlsin başı. Aç kimdir? Eşidirsən? Bu Uşaq gəl, İbo gəl. İbo get gəlirəm. Deməli, Ne çəkəcəkdir bu? Nə bilim. Le Casa de Papel'də şey ərəbi
Le Casa de Papel'də elə bir professorun yanında bomba partlayır. Düşünmədiyim şey baş verir. Vəziyyət yəni bu qədərdir ki, Vəziyyət əladır uşaqlar. Mən niyə danışdırırsan? prosta mənə uğurlar arzular. Bayaqdan işləyirəm. Qəşəng, şampunla əla. Harada belə qolluq ya? Canım benim. Əla. Bu vaxtın əlləridir ya. Şalaferimiz yox da, tişörtümə dəysə bir yarım. Yo, narahat olma. Oy, başa bax. Epi həmişə təmizlikdə öyrən. Biraz tonalizat da vurarsınız da. Hə, getdi qaqa. Başlayır. Sonra deməyin ki, Epin başını yumamışam. Elimizə rıza gəlib. Dararay nanay. Ona öpüşmə. Bu ilə öpüşmə. Bu nədir əlbizdə? Hansı tərəfdən öpdün onu? Soldan. Sən öpdüyün yer. Hə? Sən öpdüyün yer. Ağzımı yaxalayaram indi. Kəbi, mən sənə viski gətirim. Nədir bu? Viski alma suyu. İçində nə var? Alma suyudur. Jameson alma suyu. Alma suyu nədir bəs? Alma suyu. Elşad sənsən bura. Bəli. İndi bir dənə oyunla danışaq da. Mən sənə gecə 63 dənə şey atmışam səs. İndi bir də Elşad buraya. Elşad da Toqişə deyib ki, necəsən? Elşad, mən sənə deməmişəm. Nə demişsən? Demişəm ki, Rıza çıxanda video çəkilməlidir. Hə. Hə. Yox, Hə. Toqiş mənə dedi ki, bəs nə çəkilməlidir, nə etməlidir? Dedim ki, bax o demişəm. Hə. Mən də O da Elşada demişəm. Elşada deyib ki, bax o deyəcək nə cür çəkilməlidir. Sonra sən Elşada demişsən ki, Toqiş bilir. Nətər eləmişəm? İndi burada xananı niyə saldın? Yox, mən Toqişə deyirəm ki, bax o deyəcək. Elşada Toqiş deyir ki, bax o sənə deyəcək. Bax o da deyir ki, sən Toqişə deyil. Necə gedir falan? O indi çəkiliş gedir. Hə də indi. Bu sənin bloqundur da. Bəli. Sən ki, mən səndən başqa heç kimin bloquna Mən də bilirəm ki, səndən başqa burada reper yoxdur. Ya Mən reper də deyiləm. Hə də görsən, olmaya yoxdur ya. Elşad. Gör bu rep nə gündədir. Biz risk çəkirik də, düzdür? Sən o riskin paylaşacaqsan da. Murat, orada əsas əslində olan albomdan deməli Riyo'nun olan bir dənə trekim var. Onu oxuyacağım. Onun videosu da əslində ən vacib. Amma mən ora çıxandan 3 dənə trekdir də. Jelibon, Kinetikdir, sonra bir dənə solo trek, sonra Riyon çağırıb Riyo'yla. Əsas bu şeyin 3 dənə video. Sinkron yoxsa qısa reels? Sinkron yox olmasın. Yəni elə Sən Müəyyən kadrlarda belə reels deyil. maker deyilsən sən. elə bil ki bir Amma reels də çəkir. elə bil ki bir 40-50 saniyəlik reels olmalıdır. Sən belə götür aşağı oxusun. Gördün? Heç nə yoxdur. Yenə mən dayayıb özüm deyərdim Mən də. eyni şey demişdim, sən post təkrar elədin. Eyni şey demişdisən Allah. Plus minus da yəni. Allah. Bir dənə bilsən nə? Məncə minus çoxdur. Bilsən bir dənə artıq nə dedin? Minus çoxdur. Artıq bilsən nə dedin? 50 saniyə. Mən 50 saniyə deməmişəm. Sən neçə saniyə demişdin? Mən dedim ki, hamısını çək də yəni. Özümüz çəkək. Nə gördün sən? Öpürəm Rıza. Neçə çıxırsan bilmirsən? İndi gəlmişəm, provkadaydım bayaqdan. Bakı yolları niyə bağlıdır? Bu şikayətimizi kimə bildirək? Freestyle King. Gəlmişik Freestyle King'in konsertinə. Sən güclüsən o. Epi. Doğrudan deyirsən hə? Güclü. Hamı deyir ki, sən o freestyle yazmışdın, sən o Bədahiyyədən demişdin. Bədahətən dediyim yerləri də var idi. Ağlımda qalan hissələr də var idi. Parodiya ağlında qalan hissəydi Yes. də yəqin. Partlatdıq da yəni, gördün də. Yes. İndi qardaşım maraqlı temalar hazırlayır axı. Ölürəm. Kimsən bir dənə özü təqdim elə. M Caliber deyirlər. Qayıtdan axır şey. Qayıdıb. O da var, hamısı var da. Qırdan. Yox da o da var. İndi başqa obrazım da var. Necə, Qardaşım bir də Anadolu Rock Part dadacaq. Anadolu dönər yemisən. Anadoludan dönər 20% promo kodla. Qaqa, qulaqsın F5-ə. Qulaq asmışam. Ən belə favori trekin Əkbər Novruzlu da o çıxmayıb mən bilən. 2. Qoydular, birinci başlayanda kliplə Öz qoydular. özü ilə disləşir. Ləzzətlidir. İlyas Bəs Əlan. adı F5-dir də. Səncə nəyə görə F5 qoyub, nə bilim. Refleş eləmək istəyiblər. Ablibli. Eləyə bildi səncə? Məncə uğurlu alınmadı. Köhnə ipi daha yaxşı idi səncə? Məncə indi işləyəcəyi treklər var, eşitmişəm. Fit yoxdur amma. Fit yox idi. Yox. Niyə? İstəmirəm. Tərzini dəyişib yeni indi işləyəcəyi proyektlərdə. O daha çox. Sən də ümumiyyətlə oğlanlarla fitə tövbəlisən də Rəbət. Mən əksinə bura indi başlamışam qızlarla duet Hə də eləməyə. indi deyirəm də, səndə də əslində F5-dir də. Yox, F5 deyil. Səndə şeydir. Məndə yeni bir səhifədir. Aa, də. O yeni köhnəni təzələnmirəm. Yeni bir səhifə. Bir təzə layihədən zaddan nəyim var? Hip-hopxana layihəmiz var, Oo. reper və meyxanaçıların dəyişməsi var. Yaxın Necə oldu günlərdə. da? Kim olacaq? Ad çəkə bilərsən? Adı treylerdə görərlər. Bu ay
may ayında inşallah. Qəşəng, Natan da xoddan, Afrikada başqa yerə baxır. Konkretən. Əmi sən uğurlar arzu edirəm. Öpürəm qardaşım. O yaxşı danışır özü belə şeylərdə. Yaxşı deyil. Tapşırığını sağ. O öz ehtiramında. Epin albomuna qulaq asmısan? Qulaq Ən asmışam. xoşladığın trek hansıdır? Əlvida randevu, zəng, əşvər növbəmuzu, bir də ki, mama. Əlvida trekini daha əvvəl eşitmişdim. Mən onun zapisini Naton götürmüşdü o vaxtı. Orada hətta bəzi hissələr dəyişib. Mən istəyərdim ki, o hissələr dəyişməzdi, heç olduğu kimi yayımlanardı, amma hansısa bir səbəblər olub ki, yəqin dəyişikliklər olub. Əlvidanı çox bəyənirəm aralarında, ən bəyəndiyim Əlvida. Qəşəng. Bəs albomun adı F5-dir, səncə nəyə görə ona qayırdı? Yəqin bir obnovleniya məsələsi vardı F5. Görürsən ya obnovleniyanda? Mən səhnəyə çıxım, bir dənə tamaşaçılara baxım, tam sənə O, dəqiq bu deyəcəm. səhnədəsən. Əlbəttə ki. 100% uğurlar. Sağ ol, Get qardaşım. cəmaatı ağlat. Həm ağladacağıq, həm də bir başqa duyğular da yaşadacağıq. Bir cındır adamlar treki ilə çıxacaq. Ən sevdiyim trekdir də. Bəs o birisi? Səncə nədənlər? Hə, o da var. Şo. Bəli. Bu gün partlatdınız da. Yəni 2 dənə xitimiz var, hər yerdə oxuyursunuz da. 2 dənə xitimiz yox, çox xitimiz var. Sizin konsertiniz olacaq. Bəli, 30 Mən gəlib mart. orada vlog çəkə bilərəm. Bir dəfə qoymamısan amma sən iminlə. Mənim üstümatı var ha o Valla söhbəti. deyirlər ki, Mehtçal deyib ki, bizdə ancaq yaxın adamlardır, qıraq yox. Yəni mənə qıraq görürsən sən. İndi qoy bu mənim üstümatı varsa, day mən də dostlarımı satmayım deyim, qoy mənli idi. Hə. İndi də mən deyirəm ki, gələrsən. Orada gəlib dəqiqləşdirərsən ki, Coşu gələcək. Coşqun inanma. İnanma. Bəs reperlərdən qonaq var, yoxsa ancaq şirəsiz? Yox, xeyləm qonaqlarımız olacaq, amma hələ ki onlar dəqiqləşməyib də. Bura buraxırsan da mən Karaçı. Bəli, bəli. Çox uğurlar sənə, partlar metri. Sənə də uğurlar. Şad oldum səni görmə. Öpürəm səni. Mehdi Sadiq, aktyor.